Salam, hörmətli Cəbhə TV izləyiciləri. Cəbhə TV-nin canlı yayımında aparıcı mən Elnarə Kərimova, qonağımız isə Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan olacaq. Xoş gəlmisiniz Tural bəy. Təşəkkür. Sizi salamlamağa şadıq. Səhv eləmirəmsə ilk dəfədir bizim bu studiyada qonağımız olursunuz. Tural bəy, dünəndən müzakirə olan bir məsələ ilə başlamaq istəyirəm. Əslində, yəni məlumatda olan şəxslər bilirlər ki, söhbət hansısa bir son yenilikdən getmir. Mən danışıram Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin azaldılması ilə bağlı mətbuatda yayılan xəbərdən. Xəbərdə bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsinin əsasnaməsində dəyişiklik edilib. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının dünən keçirilən geniş iclasında məlumat verib. O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətlərinin dini qurumlarla iş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır. Bundan əvvəl bu səlahiyyət Qafqaz Müsəlmanları İdarəsində idi. Məndə olan məlumata görə bəlkə yanlış xatırlaya bilərəm. Əslində bu səlahiyyət bir neçə il bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsindən alınmışdı. Çünki biz də daimi olaraq dini qurumlarla iş üzrə Dövlət Komitəsinin dini ayinlərin icraçısı vəzifəsinə təyinatları ilə bağlı mütəmadi xəbərlər verirdi. Sadəcə ola bilsin ki, indi əsasnaməyə müvafiq dəyişiklik edilib. İndi maraqlandıran məsələ nədir? Yəni, bu ikisinin arasında nə fərq yarandı? Yəni, nə dəyişiklik oldu? Təşəkkür edirəm dəvətinizə görə. Öncə elə doğru vurğuladınız ki, bu qərar bir neçə il əvvəl verilmiş bir qərar idi. Yəni ki, dini ayinlərin icraçısı və yaxud din xadimlərinin təyinatı məsələsinin dini qurumlarla iş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə keçməsi. Sadəcə Qafqaz Müsəlmanları İdarəsində bu son günlərdə, dünəndə sıra gündə oldu deyəsən, bir nəsə onların şurasının toplantısı və orada bu İrəvan üzrə də, Qərbi Azərbaycan üzrə də qazi təyin elədilər. Təyin olunması məsələsi, bərpa olunması daha doğrusu qazılığın məsələsinə baxıldı və eyni zamanda təbii ki, indi bu cür qərar verilmişdir dövlət tərəfindən o təyinatla bağlı komitəyə keçməsindən bağlı. Bunu da Qafqaz Müsəlmanları İdarəsinin ola bilsin ki, indi o yığıncağında, demək öz əsasnamələrində, nizamnamələrində onu nəzərə alıb, müvafiq dəyişikliklər olmalı. Bu da təbiidir, yəni o, mən alqışlayıram. Qafqaz Müsəlmanları İdarəsi uzun müddətlidir ki, islahatlardan kənar, belə deyək, bir yeniliklərə açıq olmayan bir qurum kimi təqdim olunurdu. Amma bu son dönəmlərdə bunların aktivləşməsi, bax bu cür məsələləri, kadr dəyişikliyinin olması, hətta yeni müavin də təyin olundu Şeyx Həzrətlərinə. Yəni bu məsələlər təqdirə layiqdir və yaxşıdır ki, ölkəmizin dini sahədə inkişafının və yaxud da dövlət din münasibətlərinin tənzimlənməsində, normal fəaliyyətində, bax bu cür o inanslı insanların, necə deyirlər, mənəvi tərəflərinə uyğun olaraq fəaliyyətlərini düzgün qurmuş olsunlar. Tural bəy, mən özüm bir neçə, həmin o müsabiqədən keçən bir neçə ilahiyyatçı ilə şəxsən söhbət eləmişəm və mənə ilk təsir bu olub ki, dövlətçi, savadlı, məlumatlı, hətta bir neçə dil bilən gənc kadrlardır. Bilirsiniz, din elə bir sahədir ki, o sahədən danışanda insanlar həmişə biraz daha çəkingən mövqe ortaya qoyurlar. Çünki bir səbəb bunu dinlə bağlı məlumatımızın kifayət qədər olmamasından qaynaqlanır. Yəni, bilmədiyimiz bir şeydən danışa bilmərik normal olaraq. Bir hissəsi bu danışığın cəmiyyətə necə təsir eləyə biləcəyindən ehtiyatlanır. Son günlərdə müzakirə olunan bir mövzu var. İstəyərdim sizə bunun bir açıqlamasını sizdən alım, daha doğrusu sizin fikrinizi öyrənim. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Çaldıran döyüşü ilə bağlı bu yaxında verdiyi bir açıqlama mı deyim, öz fikrini ifadə eləməsi mi deyim. Əslində bu bəlli idi ki, daxili siyasətə hesablanmış bir addımdır və bu çıxış nə ilk deyil, ola bilsin heç son da olmayacaq. Dəfələrlə bu mövzu müzakirə olunub. Ümumiyyətlə, Çaldıran döyüşü ilə bağlı, həmin döyüşdən sonra baş verənlərlə bağlı kifayət qədər tarixçilər də danışıb, dinşünaslar da danışıb. Yəni bu 1514-cü ildə baş verən bir döyüşü biz heç vəclə bitirib başa çatdıra bilmirik. Elə ki, o döyüş hələ indi də davam edir. Amma burada maraqlı olan məsələ nədir? Maraqlı olan məsələ cəmiyyətin bu məsələdə də sanki ikiyə bölünməsi oldu. Əslində bu məsələdə siyasi tərəfləri qoyub din tərəfinə çəkmək ehtimalları var və yaxud ona cəhdlər var. Siz necə dəyərləndirirsiniz? Yəni bu məsələni ümumiyyətlə
din müstəvisinə çəkmək nə dərəcədə doğrudur? Təşəkkür edirəm, çox maraqlı sualdır. Demək, o birinci sualla bağlı bir fikri tamamlayım. Demək, dini qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti bugün həqiqətən də təqdirə layiqdir. Bunu bu cür qiymətləndirmək lazımdır. Yarandığı bir gündən bu günə qədər, nə qədər ki, dövlət din münasibətləri də tənzimlənir və inkişaf edir, Qafqaz müsəlmanları idarəsində eyni zamanda ki, bizim din dövlətdən ayrıdır. Yəni, müəyyən məsələlər var ki, artıq orada dövlətin o işlərə müdaxilə etməsi, tutaq ki, şəriət qaydaları, insanların inancları, ayinlərin icra edilməsi, bu məsələləri dövlət tənzimləyəsi deyil ki, bu kimi işləri, bax, bu qazılıqdır, bu din xadimlərinin fəaliyyətidir, tutaq ki, ayinlərin forması, üsulu, nə bilim, onların siyasətə qarışmaması, onların ancaq dini çərçivədə öz həyata keçirilməsi məsələlərini Qafqaz Müsəlmanlar İdarəsi tənzimləyir. Təbii ki, dini qurumlarla iş üzrə Dövlət Komitəsinin də bu təyinatları öz əlinə alması çox müsbət effekt verdiyi üçün bu Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən də bir etiraz, narazılıq doğurmadı. Əksinə təqdir olundu və bu gün də bu təyinatlarda bu da heç aralı demək deyil. Yəni, bir-birinin iştirakı ilə, tutaq ki, Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi də komitənin təyin etdiyi təyinat müəyyən məsələlərdə öz təkliflərini təqdim eləyə bilir və yaxud da nəsə bir iradını bildirə bilər və yaxud da hansısa bir önəmli məsələ olarsa da onu məsələyə müdaxilə edə bilər. Yəni, bax, bu formada, bu normal şəkildə artıq bunu islahatlar adlandırmaq olar artıq. Həm dini komitənin fəaliyyətində, həm də Qafqaz Müsəlmanlar İdarəsinin fəaliyyətində. O ki, qaldı ikinci sualınıza, həqiqətən də son dövrlər bu Səfəvi Osmanlı məsələsindən bağlı, ümumiyyətlə bizim cəmiyyətimizin ikiyə, bəzən də üçə parçalanması məsələləri var. Bilirsiniz, bu savadsızlıqdan irəli gəlir. Həm də ki, tarix boyu bizim dövlətimizin tarixi, Azərbaycan xalqının ümumiyyətlə tarixi, Sovet dövləti də, hökuməti də daxil olmaqla mövcud vaxtı ki, məzhəbçi, deyək ki, bəzi dini ideoloji əsaslara əsaslanan dövlətlərin fəaliyyəti nəticəsində siyasiləşibdir. Bizim tariximiz siyasiləşibdir. Hətta dinimiz siyasiləşib. Hətta bizim məzhəblərimizi də siyasiləşib və indi də siyasiləşdirilir. Bəli, Səfəvilər dövlətinin rəsmi məzhəbi şiəlik olubdur. Osmanlınınki də sünnülük olub, məsələn deyirəm. Amma da o dövrkü modeli, onların o siyasi dövlət modeli olan şiəliyi bugün gətirib tətbiq eləyəsən, bu düzgün deyil. Bax, bizim bugünkü təsbikkeşlərimiz məhz Səfəvi dövrünün həmin o ideologiyasından çıxış edirlər. İndi Koroğlunun da biz heykəlini qoymuşuq. Koroğlu dastanının fərqinə varanda görürsən ki, bu kimə qarşı vuruşub? Türk Osmanlı paşalarına, Xodkarlara qarşı, paşalara, Erzurum səfəri filan səfəri. Onda Türkiyədə bizlə dalaşdın ki, sən niyə Koroğlunu heykəl? Yəni, bunu işğal kimi də təqdim edirlər. Təbii ki, bilirsinizmi, tarixə tarix kimi baxmaq lazımdır. Yəni, bizim bu adamlara mən biraz da xətrinə dəysələr də, yəni belə savadsız, sadəlöv mi deyim və yaxud da ki, bəzi adamlar da qəsdən ola bilsin ki, təxribat yönümlü o məsələləri qaldırırlar. Onun özü də bilir ki, Cənab Erdoğan onu tutaq ki, öz tarixidir, tarixindən fəxr edir və dedi ki, bu Kürdün, Ərəbin, Türkün bircə qələbəsidir. Bu faktdır, həqiqətdir, bəyəm qələbə deyildi ki. Yox, hələ bir başqa məsələlər qoyaq qırağa. Çaldıran döyüşündə Osmanlı zəfər çalmışdı. Müharibə ondan ötürdü ki, tərəflərdən biri məğlub olsun, bir də qalib. Buna hələ bir hüquqi aspektdən yanaşaq ki, yəni bu faktdır, tarixi bir faktdır. Bu faktı gəlin bir hələ o təsbikeşdiyi hisslərimizi, nə bilim, o milli təsbikeşdiyimizi qoyaq qırağa, bir fakt kimi araşdıraq, bir hüquqşünas kimi tutaq ki, götürək. Biri məğlub olub, biri qalib gəlib. Qalib gələnin də Kürd olub, yarısı Türk olub, yarısı da Ərəb olub. Bunu da bugünkü həmin dövlətin varisinin lideri deyir ki, bu bizim qələbələrimizdən biri sadəcə xatırladır. Söz kimi deyir. İndi bunu burada əsas götürürlər ki, yox, bu deyənlər nə demək istəyir, mən onun başına, nə demək, qələbə olmayıb deyirlər, yoxsa nə olubdur? Bu həqiqəti dilə gətirir, demir ki, yaxşı elədik, nə bilim, bir-birini yaxşı oldu, qırdılar, kan töküldü, Türk-Türkə qarşı döyüşdü. Bu mənada demir ki, bu sadəcə daxili auditoriya hesablamış siz dediyiniz kimi, yəni bu siyasi bir çıxışdır. Bu siyasəti gətirib tarixə zalamaq lazım deyil. Tarixdə 100 dəfə Osmanlı Səfəviyə qalib gəlibsə, bəlkə 150 dəfə də Səfəvi Osmanlıya qalib gəlib. Bizim uşaq sözünüzü kəsirəm. Mənim övladım tarix dərsindən imtahan verirdi. 10-cu sinif idi, səhv eləmirəmsə. 2 gün ancaq Türkiyə Osmanlı müharibələrini oxudu. 2 gün ancaq onu oxudu. Axır qayıtdı, dedi ki, hər dəfədə hər bir müharibə hansısa bir müqavilə ilə başa çatır və hansısa birinin torpağı o birisinə verilir. Qayıtdı, dedi ki, axır nə qədər torpaq var imiş, ver bitmədi bu torpaqlar. Yəni doğrudan da o müharibələr olub və tarixin bir hissəsidir. Bilirsinizmi, məsələn, bugün mən sosial şəbəkələrdə həm ilahiyyatçı kimi, həm bir mötədil, obyektiv bir analitik kimi mən onları analiz edirəm. Məsələlərə ki, tam obyektiv yanaşım. Hisslərimi, dini əqidəmi, hətta milli mənsubiyyətimi
belə düşünmədən məsələlərə doğru düzgün yanaşım ki, bu obyektiv nəticə çıxardım. Görürəm ki, bu təəssübkeş mübahisə edənlərin, orada özünü həlak edənlərin əksəriyyəti Şah İsmayılı Tanrı kimi qəbul edir. Yəni onun Allahıdır Şah İsmayıl. Allaha da təbii ki, bir güldən Allaha məğlubiyyət şamil etmir olması. Yəni Şah İsmayıl da insandır. Şah İsmayıl da məğlub ola bilərdi. İndi o öz dövrü üçün ilahiləşdirilmiş şəxs olub. Ona görə bayaq dedim ki, qəhrəmanlarından biri də çalışırıq ona belə. Yox, əvvəldən o cür götürülüb də. İndi onların dövründə elə olubdu. İndi Fars şubiyyəsi o ideologiyanı gətiribdi, bu səfəvələri bu cür daha sonra ondan istifadə edilir. Təbii ki, bu gün də istifadə olunur. Bugünkü indi bu cənub qonşumuzun da ideoloji dövlət əsaslarında o səfəvələrin qurduğundan çox əhəmiyyətli hesab olunur və istifadə olunur. Şah İsmayıl da məfəxir edir. Və siyasət xatirinə. İndi yaxşı, buradan gələndə biz də bəli, şair kimi, tarixi şəxsiyyətimiz kimi Şah İsmayıl Xətaini qəbul edirik. Bu da artıq Sovet dövründən və ondan əvvəlki dövrlərdə formalaşmış. Baxmayaraq ki, Nadir Şah ondan daha əhəmiyyətli də daha böyük şahdır. Azərbaycanın coğrafi ərazisindən söhbət gedirsə, Nadir Şaha çata bilməz ki, Şah İsmayıl. Şah İsmayıl Azərbaycanı coğrafi cəhətdən birləşdirə bilər. Amma ideoloji cəhətdən elə parçalayıb ki, onu heç fələkdə birləşdirəmir. Sünni şiə nədir bugün? Kəndlərimizin biri şiədir. Bunu mənim dədəm eləməyib ki, bunu Şah İsmayıl eləyib də. Həqiqəti demək lazım. Mən bunu məsələyə girmək istəmirəm. Təbii Osmanlıların da çox böyük günah cinayəti var. Onlar da qətl törədiblər. Onlar da İndi bunları biz işələyib çıxartmaq. Bu bizə nə verəcək? Bax, indi bir misal dedim. Görürsünüzmü? Koroğlu. Koroğlu'nun heykəlini qoymuşuq biz. Adına nə bilim mən fəxr edirik, dastan danışırıq. Koroğlu Erməniyə qarşı vuruşmayıb, Koroğlu Gürcüyə qarşı vuruşmayıb, Koroğlu nə bilim mən Rusa qarşı vuruşmayıb. Koroğlu Osmanlılara, Türk sultanlarına, paşalarına mən getdi onu uğurladı, getdi bunu neynədin ağardı. Orada da budur da məsələ. İndi duraq biz də bunu, onlar da onu uğurladı. Xalqa zülm edən, yəni orada milli mənsubiyyət. İndi hər nəysə də bu Səfəvi Osmanlı söhbətində də bunlar deyirdi ki, nə bilim bunlar bizim dinimizi xarab eləyir, bunlar narın eləyir. İndi o dövr özünə görə onlar da bir əsas konularıdırlar da. Təbii ki, bu tərəf öz necə deyir, müsəlman İslam şəriətinə görə müsəlmanın qanı tökmək haramdır. Yəni müsəlman öldürə bilməz, malını yağmalaya bilməz. Bu məzhəblər niyə bölünürdü Osmanlı Səfəvi dövründə? Bunlar bir-birinin qanına töyməkdən ötürü şəriət cəhətindən legallaşdırmaq, onun üçün hüquqi bir əsas qondarmaq, onun üçün biri o birinə kafir hökmü verildi. Sünni deyirdi, şialardır, bunlar kafirdir, bunlar da deyirdi, o birilər kafirdir. Və nəticədə nədir? Kafirin də qanı halaldır. Durun, getdik müharibəyə. Axı deyilsə ki, ikimiz də müsəlmanıq, onda müştəhid deyəcəkdi, müfti fətva verəcəkdi ki, və o da müsəlmandır, biz də olmaz. Ona görə bölürdülər bu məzhəbləri ki, bu sünnüdür, bu şiədir. Osmanlılar da hücuma gəlmək üçün Səlim də nə qədər əziyyət çəkib bu müftiləri yığıb ki, fətva versinlər da ki, bunlara döyüşməyə görə. Və eyni zamanda Səfəvilər də bunlara qarşı ki, bax, bu şeyləri ümumiyyətlə mən deyirəm ki, gündəmə gətirməyin özü düzgün deyil. Siyasətçilər işlədə bilər o sözü. İndi o siyasətçidir də, o deyə bilər. Təbii ki, Azərbaycanla Türkiyə qardaşdır, həm biz tarixi cəhətdən, həm digər məsələlərdən, amma səhvlərimizi də etiraf eləməliyik. Bəli, bizim şahımız hesab olunursa, Şah İsmayıl o da böyük səhv edir. Nə olar ki, Şah İsmayıl məsum imam peyğəmbər deyil ki, Allah kimi qəbul edənlərə sözüm yoxdur. İndi o kimsə Allah'adır, bəlkə Şah İsmayıl 13-cü imam, həm Allah tala sahir, onu mən deyənmərəm, o bizim yerinə nəvə gedərdi. Təbii ki, Sultan Səlimin də qələbədən sonra bəzi. Amma Azərbaycanda yəni tarixi şəxsiyyətləri də mühakimə eləmək, onu da bir səhvlərini, günahlarını demək, bu obyektiv tarixçi üçün, obyektiv vətəndaş üçün bu təbiidir. Özü də elə tənqidlərdən nəticə çıxartmaq effekt verir. Bu yaxşı şeydir. Yəni adamı tənqid edirlər, səhvini göstərirlər, o səhvdən nəticə çıxartırsan. İndi bu gün Şah İsmayılı güc-bə-güc necə deyirlər, tərifləyənlər, onun obyektiv, yox, subyektiv şəkildə tərəfini saxlayanlar əslində elə istəyirlər ki, elə onun yürütdüyü əqidəni bugün meydana gətirsinlər. Onda nə olacaq? Buyurun. Buyurun, gəlib harada nə bilim kim Əliyən Vəliyullah demə vur boynunu. Onda buyur da, onda bu deməkdir, yaxşı. Amma mən deyirəm ki, şair kimi, bizim tarixi şəxsiyyətimiz kimi, indi bu tarixə düşmüş bir simvolik öz günahlarınla, səhvlərinlə, özü demiş xətalarınla və fəzilətli işlərinin, yaxşı əməllərindən bizim şahımızdır. Tarixdə yaşayan tarixi şəxsiyyətimizdir. Bunu bəlkə də bir başqası bizə qarşı təhqir eləsə, biz durub ondan savaşarıq. Sən kimsən mənim tarixi şəxsiyyətimə Şah İsmayılə dil uzadırsan. Amma biz öz içimizdə bunu, səhvini düzünü deməliyik də. Yoxsa mən deyim ki, Şah İsmayıl Allahdır, onlar da desin ki, Sultan Səlim Allahdır. Gəl elə bir-birimizi qıraq burada. Və sonda bir nəticəyi də var. Bu nədir? Bunu nə din demir, nə tarix demir, nə bizim bugünkü reallığımız bunu demir. Durublar buradakı, nədir, kişi orada bir kəlmə söz deyib ki, Çaldıran müharibəsində belə oldu da. Səhv deyib ya. Belə oldu da bunlar vuruşdular, bu da məğlub oldu. Bu da qaçdı, bir tərəf canını vardı, neynədi. Sonra da peşman oldu, sarsıldı, oturdu şeir bayatı yazmağa başladı.
Görünür ki, da indi onun başını o qədər o ideologlar şubiyə təfəkkürü doldurmuşdu ki, artıq o daxili bir reform da eləyə bilmədi. Axırda da özü cavan yaşında əridi çürüdü getdi. Sonra da oğlu gəldi. Onu da yenə Müştəyyət Çərəkinin başçılığıyla şubiyə idarə elədi. Yenə həmin məzhəbçilik ideologiyası. Sonra öz oğlu 2-ci Şah İsmail də istədi yazıq düzəldə, vəhdətə gətirə. Osmanlı Səfəvi qırğınını, məzhəb məsələsinin aradını götür, onda zəhəri göndərdi. Buyurun. Tural bəy, Azərbaycanda son zamanların deməyəcəm, uzun illərin ən çox müzakirə olunan məsələlərindən biri də var. İlahiyyatçı olduğunuza görə bu sualı sizə ünvanlayıram. Əslində bu sualın bilirəm, cavab verəcək şəxs siz deyilsiniz, amma ilahiyyatçı olaraq sizin də fikrinizi öyrənmək bizim üçün vacibdir. Söhbət Azərbaycanda yas mərasimlərindən gedir. Toy mərasimləri ilə bağlı danışmırıq, çünki toy mərasimlərindəki dəbdəbənin qarşısını heç nə ilə almaq mümkün olmur. O israfın qarşısını heç bir maarifləndirməklə, heç bir hətta qadağalarla belə müəyyən bir dövrdə buna da cəhdlər olundu, amma məlum oldu ki, mümkün olmur. Amma ən azından yas mərasimləri ilə bağlı hansısa düzənləmələrə, belə deyək də, ehtiyac var. Elə bu məsələdə də cəmiyyət bizim dediyimiz kimi 2, bəlkə hətta 3 yerə bölünür. Məsələn, bir qrup deyir ki, mənim valideynim, yaxın adamım 60 yaşında, 70 yaşında, lap belə 80-90 yaşında vəfat eləyibsə, mən onların ifadəsindən deyirəm, urvatsız yola sala bilmərəm ki, mən bu adama ehsan da verməliyəm, gələnin qabağına da çıxmalıyam. 3 mərasimi də, 7 mərasimi də, 40-ı da, ili də, xalq arasında dediyi kimi Qara bayramı da, yəni bütün bu mərasimləri öz adıma, onun adına layiq şəkildə verməliyəm. Amma ortada bəzi başqa nümunələr də var. Məsələn, müxtəlif kəndlərdən bu yaxında biz Cəbhə İnfo saytında da bu barədə yazmışdıq. Məsələn, Şəkinin bir neçə kəndində kənd cəmaatı yığılıb və qərar verib ki, yas mərasimini çox yüngül şəkildə yola salacaqlar. Ta ki, ölən günü, dəfn olunan gün və yaxud üçündə halva, yəni yüngül xurma, belə də yüngül formada yola salacaqlar. Siz necə fikirləşirsiniz? Yəni o urvatsız deyilən şey doğrudan da dində varmı? Yəni məsələn, kimsə öz valideyninə yas mərasimi vermirsə, bizim dediyimiz o anlamda yas mərasimi nəzərdə tutmuram. Məsələn, hamımızın, sizin də, mənim də getdiyimiz məclislərdəki yas mərasimi nəzərdə tuturam. Müxtəlif cür konfetlər, müxtəlif cür meyvələr, müxtəlif cür yeməklər. Yəni bunları verməsək, doğrudan mı valideynimizə, vəfat edən qohumumuza urvatsızlıq eləmiş oluruq? Bu məsələ dindən qaynaqlandığı üçün birinci mən dini baxışı deyim. Təbii ki. Dinin mövqeyi nədir burada? Ümumiyyətlə, Quran-ı Kərimdə, bizim İslam ənənəmizdə, Həzrət Peyğəmbərin buyruqlarında dəxli yoxdur. Burada məzhəb, məktəb fərqi demədən hamısında ümumiyyətlə yas məclisi, yas mərasimi deyə bir anlayış, bir hədis, bir söz, bir buyruq yoxdur. Yəni Peyğəmbərimizin dövründə də öz övladları vəfat eləyib, həyat yoldaşı vəfat eləyib, əmisi, dayısı vəfat eləyib. Bilirsiniz də indi o dövr savaşlarına xarakterik olduğu üçün şəhidlər çox olurmuş, vəfat eləyənlər və bunlara 3 gündən artıq yas da nə mənada? Yəni ki, bilsinlər ki, tutaq ki, biri gəlib onu toya dəvət eləməsin. Bu mənada yasa da, yoxsa oturub evdə ağlaşma, şivə məclisi qurmaq yox. Məsələn, o mənada ki, yəni bu adamın yastıdır. Bu 3 gün yastıdır. Ondan sonra vəssalam. Da bu adam üçün yas, məclisdə hər şey olmuyor. Sadəcə bir fakt var ki, Həzrət Həmzə Peyğəmbərin əmisi şəhid olarkən, Peyğəmbər tövsiyə etdi ki, hazırda onun yaxınları, ailəsi onun yasından, dəfnindən başı qarışıqdır. Onlara, uşaqlarına yemək aparın. Yəni, insanlar onların evlərinə, sahabələr, müsəlmanlar yardım etdilər, kömək etdilər. Tutaq ki, indi bir insanımız vəfat edirsə... Bir ənənənin də başlanğıcı qoyuldu. Qoyuldu və ondan sonra da o cür davam etdi. Sadəcə tədricən getdikcə ki, insanlar biraz dindən uzaqlaşdılar, biraz bu əcnəbi adət-ənənələr qarışdı, biraz xurafat qarışdı, biraz siyasət qarışdı, hər bir tərəfdən bir müdaxilə elədi, biraz da siz dediyiniz kimi şan şöhrət bazdı filanlar. Bax, belə şeylər nəticədə gəldi, bugünkü günə çıxdı. İndi bugünkü bu məclisləri ümumiyyətlə ehsan məclisi adlandırmaq olmaz. Niyə? Çünki ehsan məclisi təmənnasız və pulsuz, qarşılıqsız verilən bir yaxşılığa deyilir. Ehsan sözü yaxşılıq demək. Yəni bizdə ehsan deyəndə yalnız aş və qarın yemək nəzərdə tutulur. Bu yanlış tərcümə və təfsir olunur insanlarımıza. Ehsan məsələn istənilən bir yaxşılıq etmək, birinə xoş söz demək də ehsandır. Bir sədəqə vermək də ehsandır. Birinə xeyirxahlıq eləmək də ehsandır. O cümlədən yemək süfrəsi də açmaq ehsandır. Amma yaxşı, bu nə vacibdir ki, insan öləndə onun da adını urvat qoyasan ki, o adam ki, mənim ölümə qarnınla, yeməyinlə qiymət verəcəkdir, o heç mənim məclisimə gəlməsə yaxşıdır. Əksinə, o gələn adam
düşünməlidir ki, məsələn, bu adamın filan şeyi çatışmaya bilər. Mən bir kisə düyü alım aparım. Onun filan şeyi çatışmaya bilər. Mən onun uşaqlarına məsələn su alım aparım. Yas yerinə adamlar belə getməlidir. Məsələn, yas mərasimi olmalıdır, hazırlıq görülməlidir. Hər bir tutaq ki, avtomobil lazımdır, biri gəlsin bunu təklif eləsin. Biri gəlsin. Yəni dinimiz bax belə deyir ha. Amma bizdə nə cürdür? Adam öldü, o adam ölən yadından çıxır, onu dərd alır bilirsiniz mənə. Allah, indi bunlar cəmaət gəlib məni qınayacaq. İllərlə də ham danışır ha, bu da həqiqətdir. Filankəs atasının yerində heç düzgün yas mərasimi ki, kişi ona ömrünü sərf eləmişdi. Bu onun yerində bulku ilə çay verdi, nə bilim limonlu su verdi. Yemək vermədi. Dədəsinə belə hörmət qoydu. Bax, bunu da etiraf eləmək lazımdır ki, bizim xalqımızın içində düşüncəyə də çox təsir düşüncəsiz və düşük, çox da belə xalqımızın o gözəl mentalitetinə, gözəl o ənənələrimizə, dəyərimizə, xalqımızın o genetik fonduna zidd olan, uyğun olmayan belə bir ət-tökən adətlərimiz də var. Bunu etiraf eləmək lazımdır və bunları da rədd eləmək lazımdır. Amma bu adətlər indi Sovet dövründə də var idi. İndi Sovet dövründə də şu ara sərf edilmiş gələ bu millətin adətini hörmətlə mən xatırlayıram, ehsan da verilirdi. Hətta hər həftə cümə axşamı da verilirdi. Baxmayaraq ki, Sovet vaxtı belə deyək də din dövlətə qarışmırdı, dövlətdən din ayrı idi, amma yenə də hansısa bir məsələn mən təzyiq ya nəsə xatırlamıram, bəlkə məndən daha yaşlı olanlar bunu xatırlayır. Hətta uşaq vaxtı onu da xatırlayıram ki, qonşuda və yaxud qohumda kimsə rəhmətə gedəndə, vəfat eləyəndə evdəki bütün mebellərin, televizorlara qədər üzərini örtürdülər. Həmin evdə heç bir hətta qonşunun evində belə heç bir mərasim, heç bir şənlik mərasimi keçiriləmirdi. Amma yəni həmin o ehsan indi bəlkə biraz azalıb mənim düşüncəmə görə. Məsələn, mən xatırlayıram o vaxtlar hətta hər cümə axşamı belə kimlərsə toplaşırdılar, hüzrə gedirdilər. Bilirsiniz, Sovet dövrünün qaydaları indiki bizim günümüz üçün örnək ola bilməz. Çünki Sovet də ideoloji bir təbliğatın necə deyirlər, yanlış ideoloji olmuşdu. təbliğat. Yox, məsələn, qəbirstanlıqda Quran oxumaq adətini Sovet hökuməti gücləndirirdi ki, yəni bu kitabın içindən heç kim xəbər olmasın, elə ölü kitabı kimi də tarixə yazılsın, belə də istifadə olunsun. Məsələn, molla, din xadimi kimi adamları harda yöndəmsiz, belə ağılı, yüngül filan adamlar varsa bunları qabağa verir. Yəni dinin obrazını Quran deyəndə zaten ən çox hatırlanan şey Yasin idi. Hə, da yəni belə ki, ləkələmək üçün ki, yəni budur da dininiz sizin belə. O ağlaşma məclislərinə bəzilərində fəxr eləyir ki, Sovet dövründə də biz gedib şəxsi vaxtı keçirdik falan. Sovet dövründə gətirib İbn Sinanın fəlsəfəsini yaydanda görüm eləyə bilirdin mi? Sovet dövründə gətirib Quranın təfsirini təbliğ eləyirdin, görüm eləyə bilirsənmi? O Sovetə də sərf eləyirdi ki, sən elə onunla gedib enerjini o cür şeylərə sərf eləyəsən ki, elə deyəndə də desinlər ki, budur da bu xurafatdır bunların dini. İndi ehsan məsələsinə gəldikdə isə Sovet dövründə indi bəlkə insanların imkanı yaxşı idi. Biraz da bir-birinə gedib sosial əlaqələri daha da inkişaf elətdirməkdən ötürü mehribançılıq üçün bir bəhanə axtarırdılar ki, bunun oğlu əsgəriyə getdi, gəlib gedirdilər. O əsgərdən gəldi. İndi yoxdur, bu şeylər ləğv olub gedir. Çünki təbəqələşmə, sinifləşmə artıbdır. Kasıb təbəqə uzaqdır. Bir müəyyən müasirliklə də ünsiyyət azalibdir. Və Sovet dövründə bu sadəcə bir bəhanə idi. Cümə axşamı adına günü deyirdilər falan deyirdilər belə şeylər. Onlar var idi və heç kim də bundan narazılıq eləmirdi. Çünki imkan yaxşı idi, sosial durum yaxşı idi. Və dindən də bu qədər sui-istifadə halları yox idi. İndi adınız yas mərasimi qoyur, gedir molla oturur, başlayır siyasətdən danışmağa. Nə bilim filan dövlətin əleyhinə fitva verməyə, nə bilim filan şeydən danışmağa. Və yaxud da ki, başqa xurafatlar yayır. İmamın nə məcdahanı qılınçla iki yerə parçalamasından danışır. Professor da başını tutur, durur qasır məclisdən, gedir ki, bu nə danışır. Yəni, bax, belə şeylərə görə... Orada etiraz eləmək artıq böyük bir kütləni də üzərində çəkməkdir. Bax, belə şeylərə görə, ümumiyyətlə də bu təməli dindən qaynaqlanırsa, gəlin dinimizə baxaq. Nə də bizim yaxşı gəl türkçülüyümüzə, millət, dövlət ənələrimizə baxaq, görək ki, bu əvvəllər, bu Sovet dövrü ilə də əvvəl deyil, bu son tarixdir. Yaxşı, bundan əvvəlki vaxtlarda da bizim, məsələn, adət ənələrimizdə, dədə babalarımızda belə şeylər olubmu ki, çadır qursunlar, nə bilim, mağarada, harda falan da, yas məclis, aşqazanlar açsınlar. Bu yoxdur, bu heç nə bilim, mən nə dastanlarımızda, nə Dədə Qorqud dastanında, nə o birisində, nə falan da. Bu bizim milli köylərimizdə də yoxdur. Həmçinin qeyd etdim ki, dində də yoxdur və bu da önəmli məsələdir. Azərbaycandan başqa ikinci bir müsəlman ölkəsi yoxdur ki, o cür təmtəraqlı, bir içki əksikdir da, mən ona qonaqlıq məclisi deyərəm. Yəni, onun adını ehsan məclisi qoymaq olmaz, çünki ehsan da elə olmur. Bu qonaqlıq versinlər adam ölümündə. Sözünüzə qüvvət, mən bir müddət, bir neçə il İranda yaşamışam. İran adlanan ölkədə belə deyək, Təbrizdə yaşamışam və orada çox diqqətimi çəkən mərasimlərdən ikisi olub. Bir toy mərasimi, bir də yas mərasimi. Məsələn, yas mərasimində bizdəki qədər kütləvi şəkildə də ola bilsin, şəhərdə əlaqələr biraz daha azdır. Amma məsələn, diqqətimi çəkirdi necə? Bütün şəhər boyu getdiyimiz hər küçədə mütləq ki,
mərhumların şəkli vurulmuş posterlər görürdük və altında elan. Bütün şəhərə, yəni kiminsə yaxını vəfat eləyibsə, bütün şəhərə o elanlar vurulurdu, bütün məhəllələrə. Ki, filan kəs vəfat eləyib və filan kəsin mərasimi filan yerdə olacaq. Kimsə xəbəri olmaz, informasiyası olmaz, görəndə bir-birinə xəbər versinlər. Və həmin mərasimlərdə ancaq xatırladığım budur ki, çay verilirdi, qəhvə verilirdi və hansısa ya 3-ü ola bilər, ya 7-si dəqiq xatırlamıram, plov verilirdi. Ondan başqa, məsələn, sosial baxımdan belə deyək də, mənim yaşadığım dövr daha insanların daha rahat yaşadığı bir dövr idi. Mən nə meyvə görmədim, nə müxtəlif belə deyək konfet görmədim, nə müxtəlif halvalar, cürbəcür şirniyyatlar, şəkər burası, nə bilim, heç nə görmədim. Yəni gördüyüm bir neçə il ərzində gördüyüm budur. Söhbət İran kimi dini dövlətdən gedir. Şəriət, bəli, şəriətin idarə olunan ölkədən gedir. Mən ona görə misal çəkdim ki, məsələn, qardaş Türkiyə olsun, Orta Asiya ölkələri olsun, bizim baxmayaraq ki, onlar da Sovet tərkibində olubdur bizi kimi. Həmçinin digər ərəb ölkələri olsun ki, İslam oralardan qaynaqlanıb gəlib də. Bizə baxmayaraq şərəflər bizdən də zəngindirlər, bir dəvəni pişirib qoyurlar olsun. Bu mən görmədim oradakı, yaxud da ki, bunun biz indi təbliğatında filanındakı, orada da belə yas məclisləri. Bu bir növü, bax, o urvat söhbətini gözəl dediniz ki, bu tamamilə yanlış məsələdir. Urvat başqa şeydir. İnsan təsəvvür eləyin ki, anasına, atasına, sağlığında qayğı göstərmir, qocalar evində çürüdür. Sonra döləndə gətirir, ehsan verir, nə bilim, məndə barjoma kimi, nə işçilərə kimi stolun üstünə qoyur. Başqa yeməklər nazını yeməkdir. Yəni, o atası anasına baxmadığının əvəzini o məclisdə verdiyi qonaqlıq məclisinlə təəssürat yaratmaq istəyir gələn adamlarda ki, indi bilməyən, o birisi bir xəbər də desin ki, bu gözəllikdə məclis təşkil edib bizim qarnımızı doydurdu. Deməli ilə bu dədəsinin anasına da bu məclisdəki süfrədən veribdir. Bu urvat bununla ölçülmür. Urvat qarınla ölçülmür. Urvat atıya, anıya, ölüyə sağlığında hörmət qoymaqla ölçülür. Aparıb üstündə neçə metr hündürlüyündə İtalyan mərmərindən daş qoyubdur. Üstünə də o müasir nə deyirlər bilmirəm, o çəkmə kartla vurursan orada bütün onun arxivini göstərir, nə bilim mən, kamera biri oradan çəkiliş şey. Yəni bunlar görməmişlikdir. Bu bizim millətin, Azərbaycan xalqının tarixi ənənələrinə, kökünə zidd olan məsələdir. Bizim xalqımız görməmişlik, biz qaraçı deyilik. Biz o görməmişlikdir. Yaxşılıq eləmək istəyirsən atana, get bir küçəni, bu dəqiqə elə küçələr var ki, avtomobillər gedəndə belə-belə get oranı bir abadlaşdır, orada da başda da bir dənə bələdiyyədən icazəli yaz ki, mərhum bu küçədə yaşamış filan kəsin xatirəsi üçün bu edilibdir. Hamıda desin, Allah rəhmət eləsin bu kişinin atasına. Kim gedəcək o qəbristanlıqda, ildən aydan bir kimsə görəcək, görənlər də inanın Allaha ikrahla baxır. Hamı belə də həsəd hissindən, biri paxıllıqla, biri bunun daşına bax, biri rişqəntlə baxır. Deyirə, bunun ağlı yoxdur, bu gətirib bu daşı qoy. Bu bizim babalarımızın baxın daşlarına, oyma daşlardan, hamısının da tarixi qəbristanlıqlarımızda var da, standart şəkildə. İndi o vaxtda o daş yonanlar falanlar varmış. Yazıblar, qoyublar ora standart şəkildə, ağanın da qəbri, bəyində. İndi nadir hallarda Seyid Dövliyə filan onların üstünə bir cümləsi falan varmış ki, o da nəyə görə? Uzaqdan biri ziyarətə gəlir, birdən yağış dolu yağar, çolğunda qalmasın, girsin, daldalansın, oradan bir şey götürsün, nəsə yesin. Bu mənada olubdur. Amma da indi artıq bunu ağ eləyiblər. Ehsan məsələsini çox ciddi şəkildə üstünə düşülməlidir. Özü də bizim gözəl dediniz ki, ağsaqqallarımız, rayon ziyalılarımız bunun qarşısını almalıdır. Bu çox biabırsıdır. Ondan sonra da... Əslində qanunla olunması təbii ki, qanun bilirsiniz, onda da durub deyirlər ki, hər şeyə qarşır, qanun hər şeyə. İkinci də ki, axı da bu məscidin astagfirullah da adam əsəbləşir də bu misalda deyəsən. Da bu adamın abırı həyası olmalıdır. Da bu indi nə olar ki, dövlətin qanunu da müəyyən şeylərə icazə verib, buna yol veribdir. Sən gedib ondan su istifadə edirsən. Dini azadlıq bu qədər verilib. Adam oturub fürsət bilir onu. Başlayır siyasi İslamdan danışmağa. Başlayır radikallıq yaratmağa. Başlayır ölkə daxilində dini məzhəbçiliyi alovlandırmağa. Sonra da dövlət indi qanun qəbul edib, nədəsə məhdudlaşdıranda, onda da gedib Avropa məhkəməsinə verəcəklər ki, bizim dindarlarımızı tuturlar, bizi nə bilim burada həbs edirlər. Bizi qoymurlar danışa. Sən burada terror yaradırsan, sən burada radikallıq yaradırsan. Sənə icazə verib də. O boyda torpağı dövlət aldı. Çatan kimi başladı məscid demək. Hansı müsəlman ölkəsində var? Bir gəçsinlər ki, elə bəyə İrandan danışdınız. Dağıdırlar orada, qoymurlar əksinə məscidləri filanları. Bu sünnüdür, qoyma, onu asla edam elə. Bu şiyə, bu vəhaidir filandır. Azərbaycan kimi varmı belə bir nümunə? Dini tolerantlıq nümunəsi. Dini tolerantlıq və ikinci bir tərəfdən də dindarlara, inanclı insanlara yaradılmış bu dərəcə şərait. Buna əgər müsəlman hörmət qoymursa,
Bu nemətin şükrünü eləmirsə, bir gün də Allah bunun əlindən alacaqdır. Bunu Quran deyir, mən demirəm. Deyir, Allahın verdiyi o nemətə gərək şükür eləyəsən, naşükürlük eləməyəsən. İndi Allah sənə verib bu neməti, sən gah gətirib dədənin üstündə 15 minlik daş qoyursan, gah nə bilim, keyf məclisi qurub adını ihsan qoyursan, bilmirsən nə oyun çıxardasan. Get bundansa xeyir iş gör, yaxşı, gör nə bilim 15 min verib həccə gedirsən, o 35-ci dəfə. Bəlkə biraz şəxsi sual olacaq. Bir ilahiyyatçı kimi özünüz, indi hamının evində Allah toy qismət eləsin, amma hamımızın evində toyla bərabər yas mərasimləri də olur. Qohumumuzda, öz evimizdə Allah bütün evlərə yenə deyirəm, şadlıq nəsib eləsin. Siz özünüz yaxınlarda, ətraflarda bunun bir şəxsi nümunəsini göstərmisinizmi? Nəyin? Məsələn, o dediyiniz yas mərasimləri olmasın, o dediyiniz başdaşlar olmasın. Təbii ki, mən bunu hər yerdə deyirəm, təbliğ eləyirəm. Öz yaxınlarımdan da, digərlərindən də, məsələn, iştirak eləyəndə həmişə mən onu təbliğ eləyirəm, imkan daxilində. İndi ona əsas qulaq asırlarmı? Təbii ki, qulaq asanlar, razılaşanlar olur. Amma nə deyirlər? O yas sahibləri filanlar. Əsas burada təzyiq, qorxu o qınaqdandır. Ki, deyəcəklər ki, bu belə imkanı var idi, bu bunu eləməli. Yenə gəlib həmin urmat məsələsini. Deyir ki, ham eləməsin, mən də eləməyim. Məndən qabaq məsələn filan kəs ölmüşdü, indi onlar elədi, mən nətər burada verməyim bu ihsanı, deyəcəklər belədir. İndi orada bəzən ürəkli cəsarətli adamlar olur ki, deyir mən belə eləyirəm, vermirəm. Amma gərək onu kim eləsin birinci? O din xadimləri özləri. Çünki din xadimi gedir, oturur, plov dairəsində qabağına çəkir. O nətəri deyə bilər ki, cəmaatı ihsan verməyim. Özü aşqabağında da o nətər deyə bilər onu. O deyir, Həzrət Peyğəmbərdən bir gün gəlib soruşurlar ki, xurma ilə bağlı bəlkə də eşitmiş olarsınız. Xurma yeməməliymiş, o özü xurma yediyinə görə demir ona ki, buradan xurma yemək olmaz, ziyandır. Deyir, niyə bugün demədin, sabah deyir. Deyir, çünki o gün özün xurma yemiş. İndi bu molla öz aşı qabağına çəkib, yekəsini özü yiyirsə, bu nə qədər deyəcək, bu sərf eləyir 3, 7, cümə axşamı, 40 gör neçə məclis eləyir. Bunun hərəsini deyir, bir 30 matlıq, 50 matlıq yemək yiyirsə də, bu özü çıxar. Bax, bunu belə, bu dövlət, bu milli fond var, nədir bu? Mənəvi dəyərlər fondu. Bunlara bu ayda yardım da olunur filan. Tam da əvvəl bunlara pul verilmirdi, deyirdilər ki, bizim. Bu da verilir. İndi orada başqa tərəflərdən də o kəbin kəsir, narin inir, bir tər dolanır da. İndi orada ceyb yeməsə nə olar ki? İndi qoy bunlar təbliğ eləsin. Bax, bu Qafqaz müsəlmanları dərəsinin boynuna düşür. Onun borcudur bu. Dövlət də durub ehsana aşağı qazana da qarşılaşır. Bunu bunlar eləməlidir. Bu da eləməyəndən sonra da kim eləməlidir bunu da ya? Şu Əmir Teymurun filmində dediyi kimi deyir. Bu elminizin qüdrəti hanı sizin? Bu bu boyda qazılar şurası, fətvanın əvli filan ölkədən alırsan. Ayı filanın şeyindən bax. Bu sən nə olar? Onda sən nə olar? Eləsin də, bu qazılar bir belə də... Amma o qərara da gəlmək üçün uzun illərimiz sərf olur. Təbii ki, ömrümüz günümüz getdi. Burada bu qardaş ölkədə bir ayrı gündür, burada bir ayrı gündür. Bu nə ona... Nəhayət tənzimlədi. Ümid edirik ki, elə həmin o yas mərasimləri... Bilirsinizmi, bu Sovet dövründən danışdınız. O Sovet dövrünün bəzən də indi belə deyəcəklər ki, bu da dinsiz ateizm yönümlü danışır, nətər edir, nə var. Bax, bu din adına ki, xurafatı sırıyıblar, din adıyla ki, bu dindir. Qurtula bilmirik. Bax, başa düşürsünüzmü, bunları yığışdırıb qadağan eləmək lazımdır. Bəzi şeylər elə o Sovet dövründə baxıram ki, bunlar nəyə əsasən bax bunu yasağı eləyiblərmiş, niyə qoymurmuşlar? İndi 5 qardaş, 5 adam bir məclisdə oturub 2 dənə dini mövzunu ortaya qoyub sərbəst söhbət eləyə bilmir 2 saat. Dərhal biri bu məzhəbin tərəfdarı çıxmış olur, dərhal bu filan müştəhidin fətvasından vəssalam münasibət pozulur. Digər kökəf işrət məclisində oturan 5 adam oturur, 5 saat yiyir, sonra da öpüşür, görüşür, çıxır, gelir. Bunlar da deyək ki, onlar şeytanın yolundan. Və şeytanın yolundan sonra şadlıq evində araq sən bir-birini qırmalıydı. Niyə onlar qırmır? Amma sən meçiddə bir-birini qırırsan. 5 yerə bölünmüsən. Gedirsiniz, biri bu tərəfə tutub yönünə qılır namazı. Biri o tərəfə yönünü tutub qılır. Bu filan kəsə təqlid edir. Bu nə bilim, bəl cəmaət filan məzhəbindəndir. Bunlar ağzını bu tərəfə tutur. Bunlar onlara qarışmır. Yox, bu ədalətsiz molladır. Onun dalında durub namaz qılmaq olur. Budur din. Bu da Allahın yolu. Allah bunu deyir. Amma yeyib içənlər şadlıq evində getdi, yedişdi, mehriban da çıxdı, getdi hamısı. Nə oldu? Və deyirdim, onlar şeytanın yolundadır. Deməli, şeytanın yolu elə bu məscidə gedənlərin çoxunun içindədir. O gedib, o cür azad həyat yaşayanların içində deyil. Mən bunu deməliyəm, mən bu həqiqəti mən deməliyəm. Reallıq budur. Cəmaat ona görə dönür ateist olur. O gün mənə sual vermişlər ki, niyə son dövrlər insanlar ateizmə gedir? Görür, budur, 1-2 saat qulaq asır, intellektual, kübar adamdır, deyir, ha, bu nədir? Mən də bunu kimi gedim orada. Yanlış təbliğatın nəticəsi. Salam deyir ki, mənə lazım deyil o dünya filan, mən o gedim insan kimi yaşayayım. Buyurun. Təşəkkür edirəm Tural bəy. Hörmətli tamaşaçılar, qeyd edeyim ki, bugün canlı yayımda qonağımız Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan idi. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun.